Sağ olun uşaqlar. Sağ olun. Əyləşin. Uşaqlar, bugünlərin biz birinci hissə coğrafiya dərsliyinin ümumiləşdirilmiş dərs olaraq keçmiş olacaq və ona, yəni birinci hissəyə aid olan mövzuların içərisindən seçilmiş suallara cavab verəcəksiniz. Bunun üçün sıra yarışı keçiriləcək və sıra yarışının əsasından görək hansı sıra daha çox hazırlaşıbdır. Birinci sırayla başlayırıq. Tek yaxınlaşdıran görək kim götürdüyü suala cavab verə biləcək. Afrika qitəsinin sahəsi neçə milyon kilometr kvadratdır? Afrikanın sahəsi. Bilmədim. Yox. 30,5 kvadrat kilometr. Navların dərinliyi neçə metr? Bilmədim. Orada olmalı. Göyəzən dağının hündürlüyü nə qədərdir? Bilmədim. Yaxşı hazırlaşmalısınız deyəsən. Şimali Amerikanın ən alçaq zirvəsi nədir? 1800. Yox, Şimali Amerikanın ən alçaq nöqtəsi deyil. Bilet. Yox. Mənfi 86 ölüm dərəsi. Antarktidanın sahəsi neçə milyon kilometr? Antarktida. Birinci sıra tamamilə zəif. Yox, mən bir Yox, 14 milyon. 14,2 milyon. Kontinentlerin yamacı neçə metrdir? Kontinent yamacı neçə metrə bərabərdir? Neçə metrə bölünür? 600. Yox. Antarktidanın ən böyük çatı hansıdır? Afrikanın çatı ola bilər. Afrikanın. Şərqi Afrika sınma zonası. Belə gördük ki, birinci sıra hazırlaşma. Deməli, birinci sıradan çox təəssüf ki, heç kim hazırlaşmadığına görə suallara 0 bal olaraq qiymətləndirilir. İkinci sırayla davam edirik. Relyefin formaları hansılardır? 5 dənə relyef formasını öyrətmişdim. Mezo, mikro, planetar, makro, mezo, mikro, bir de Mega. mega. Doğrudur. Orada. Antarktida'nın en alçak ərazisi haradır? Antarktida, Betil. Bentley. Tamam. Tamam, qəbuldur. Əli buyur. Litosferin qalınlığı neçə kilometrdir? 1-2 kilometr. Yox. 1250 kilometr. Əyləş bilmədim. Zəlzələ səbalık şkalı ölçülür. 10. 12 ballıq şkala ilə ölçülür. Hələ ki 2 düzümüz var ikinci sırada. Ölçəmizin relyefansı tavaların toqquşması nəticəsində əmələ gəlib. Litosfer ilə necə? Yox. Ağdərsə ilə Ərəbistan tavası. Baxın. Lülələrko vulkanı harada yerləşir? Hansı dağlarda yerləşir Lülələrko? Ölər buyur. Azərbaycanda bir-birindən kəskin seçilən ən böyük relyef formaları hansılardır? Mega. Yox. Azərbaycan ərazisində deyil, bir-birindən kəskin seçilən hansı relyef formaları var? Relyef formaları əsas hansılardır? Yox, dağ və düzən relyef formaları bir-birindən seçilən Böyük Qafqaz, Kiçik Qafqaz, Kürtalış, Kürd arası çökəkliyi doğrudur. İkinci sıradan cəmi 2 dənə düzümüz oldu. 2 bal qazanmış oldular. Üçüncü sırayla devam edirik. Avustralya kıtasının sahasında seçilen Avstraliyanın sahəsi. Harbi. O 55. Yox, yox. 38 kilometre. Yox. 8. O Afrikada. 8. Bəli, 8 oldu. Cənub Okeanı sahəsi neçə milyon kilometredir? 280 Yox. 23. Tamam. Bilmədik, təyəkkür yoxdur bu cavabımız. Antarktidada buz
qatının maksimum qalınlığı neçə metrdir? 4 metrdir. Doğrudur. Bir düzümüz var. Zəfər zirvəsi harda yerləşir? Bəli, neçə metrdir? Mənim Ardubatda yerləşir. Mənim deyildiyi 361. 4. O Qapıcıq zirvəsidir, ağıllı. Zəfər zirvəsidir. Mənim Qusarda yerləşir. 4 Ay, metr. sağ ol. Bəli, 4 metr. Tamam. Monblanc hündürlüyü nə qədərdir? Montblanc'ın hündürlüğü nə qədərdir? 6000. Yox. Bilmədim. Davam edirik. Mənşəyinə görə dağlar neçə metrdir var. Vulkanik Aferin, doğrudur. 3 düzümüz var bu sırada. Erozya nədir? Bilmədim. Deməli, 3-cü sırada 3 tane doğrumuz oldu. Bu da onların 3-cü sıranın 3 bal kazanması deməkdir. 4-cü sırayla devam edirik. Afrikanın ən alçaq yeri haradır? Afrikanın en alçaq nöqtəsi haradır? Yox, o Şimali Amerikanın en alçaq nöqtəsidir. Afrikada nə çökəkliyi idi? Bilmədim. Asyalı çökəkliyi. Asiya qitəsi sahəsi 3 milyon kvadrat kilometrdir. 149. O yerin ümumi sahəsi dağılır. Daha doğrusu qurunun ümumi sahəsidir. Bilmədim. 76 metr. Xeyr. Cənubi Amerikanın ən alçaq yeri nədir? Laguna del Carbon. Aşırımlar nəyə deyilir? Tasvir kafasının parçalanıb dağılması. Suxurların parçalanıb dağılması olar. 2 düzümüz var hələ ki. Mütləq hündürlük nəyə deyilir? Dəqiq hündürlük. Dəqiq hündürlük hardan ölçülür? Hardan ölçülür? Mütləq hündürlük, dəqiq olan hündürlük haralardan ölçülür? Xeyr. Yaxşı, düzdür, okean və dənizlərdən ölçülür. Yerin daxilində neçə əsas təbəqə var? 3. Hansılardır? Mantia, nüvə və yer bağı. Doğrudur. 4-cü sıramız 4 tane doğru cevap verdi. Deməli, 4-cü sıramızın qiymətləndirilməsinə gələndə 4 bal qazanmış oldular. İkinci mərhələni davam edirik və ikinci mərhələni ikinci sırayla, çünki birinci sıramızda doğru cavab olmadı. Zəif hazırlaşırlar. İş nədir? Cavan dağlarda olan şiş uclu zirvələr. Aferin, doğrudur. Assal gölünün dərinliyi nə qədərdir? Assal gölünün dərinliyi Afrikanın. mənfi 81. Yox. 81. O Şimali Amerikada ölüm dərəsinindir, mənfi 86. Astalın dərinliyi nə qədərdir? Mənfi 801. Yox. Mənfi 155. Doğrudur. İkinci sıra və ikinci mərhələyə bir nəfər yalnız cavab verdi. Deməli, üçüncü sırayla devam edirik. Üçüncü sıramızda 3 nəfərimiz var. Orta okean silsilələri okeanın dibindən təqribən neçə metr hündürlüyə qalxır? 2000 metrdən çox. Doğrudur. Akromiyyası hündürlüyünə görə hansı sularla ediləcəm? Doğrudur. Bakı sərgiləsi nəsbən neçə vaxt yaranır? Ağırlığı qalmışında 2 metr. Üçüncü sırada 3 şagirdin 3'ü de doğru cevap verdiğine göre 3 ballarını kazanmış oldular. 4. sırayla 4 şagirdle devam edirik. Fiyorlar nəyə deyilir? Sıldırım sahilli, uzunsov körfəzləri. Bəli. Kanyon nəyə deyilir? Nədir? Dağların birbirine toqquşması. Yox. Kanyon nəyin vasitəsindən yaranır dağda? Zəlzələ. Yox, göstərildi.
çay desəydin yenə bilərdim ki, məlumatım var kanyon barədə. Bəli, dairə mensi çay dərələrinə Göy kanyon. gözəlzələsi nə Necə? zaman? Göy gözəlzələsi nə zaman və Nefsa bölgəsində yaradılır? Olub, hə. Göy gözəlzələsi nə zaman olur? Bilmədim. Yox. 1139-cu ildə. Buyurun. Ölkəmizdəki hansı ərazilərdə güclü zəlzələ baş verməsi mümkündür? Hansı əraziləri qeyd edilmişlər orada? Talışdan. Yox, da. Bakı, Sumqayıt Abşeron. Sumqayıt, Abşeron, bəli. Uşaqlar, deməli 4-cü sıramızda yalnız bir nəfər doğru cavab vermiş oldu və bir bal qazanmış olurlar. Birinci sıraya cəmləyirik, artıq tamamlayırıq. Birinci sıraya çox təəssüf edirəm ki, heç kim istədiyim kimi hazırlaşmayıbdır. Çox təəssüf edirəm. İkinci sıra 3 bal qazanmış oldular. Üçüncü sıra 6 bal. Dördüncü sıra isə 5 bal qazanmış oldu. Afərin olsun 3-cü sıra üçün. Alqışlayaq. Çox yaxşı hazırlaşdılar.